PUBG-dən istifadə edib yüksələn oyun. Yaxşı, bəs Free Fire necə yarandı? Videonu oyundakı botunuz olan dostunuza göndərin. Oyunu yaradan Li Xianlin 1977-ci ildə Çində orta qazanclı bir ailədə doğuldu. Ümumiyyətlə Li fürsətləri görən biri idi. Universiteti bitirib Motorola'da işləməyə başladı. Burada biznes üzrə işləyib qəşəng taktikalar öyrəndi. 2005-də yenə biznes təhsili aldı. Amma bu dəfə Amerikada. O vaxt Li yaxşı bilirdi ki, Asiyada internet sahəsi çox zəifdir. Yəni onlayn alış-veriş, onlayn oyunlar kimi anlayış tam olaraq yox idi. 2009-da 100 min dollar borcla Singapura köçdü. Singapurda Çinlə müqayisədə vergilər çox aşağı idi. Həmin il hamımızın bildiyi Garena adında şirkət qurdu. O vaxt şirkətin məqsədi internetlə bağlı yeniliklər eləmək idi. Misal üçün Skype oxşayan Garena Talk və Garena Vault yaratdı. Uğurlu da oldu, milyonlar qazandı. Sonra oyun boşluğunu görüb LoL oyunu üçün Riot Games-dən anlaşma elədi. Artıq Garena şirkəti professional oyun distributoruna çevrildi. Elə ilk il 5 milyon oyunçu qazandı. 2015-də Li öz oyunlarını düzəltmək qərarına gəldi. Bir neçə oyun düzəltdilər, amma çox da tutmadı. 2017-də PUBG çıxdı və partlatdı. Li yenə böyük bir fürsət gördü. Düzdür, PUBG partlatmışdı, amma telefon üçün belə bir oyun yox idi. Tez davranıb telefon üçün PUBG kopyası olan Free Fire adında həmin oyuna başladı. Oyun 4 dekabrda bütün dünyada yayınlandı. Li yenə doğru təxmin eləmişdi. Telefonlarda PUBG boşluğu var idi. 2018-də oyun 150 milyon dəfə yükləndi. Hələ mənim yadıma gəlir, o vaxt Play Store-da PUBG yazanda Free Fire çıxırdı qabağıma. Bu oyun zəif telefonlarda belə normal işləyirdi. İndiyə kimi 1,2 milyarddan çox yüklənən bu oyunu oynamısınız? Bəs PUBG yoxsa Free Fire? Şərhdə qeyd edeyim. Hə, bir də uzun versiyasını YouTube-da paylaşacağam. Profildən abunə olun.